Salam aleyküm kişilər, necəsiz? Keyfiniz əhvalınız. Necəsən? Neçədir bunlar? 3 manata. Bunlar neçədir? Neçədir? 4 manata. Bu ancaq yeşiklə satırsan da sən, yəni şursun. İndi biz götürürük, indi bəs kasıb küsub deyəndə 1 kilo götürəndə, 2 kilo götürəndə, indi ev üçün, kasıb deyəndə ev üçün götürənlər, necə eləsin? Burası sənin öz yerindir, sən soruşma, sən gəl. Allah razı olsun. Nə qulluğun olsa bu tükan sənindir. Sağ ol. Bu Rəvan qardaş Əlinin bəlkə dostudur. Dostu deyəndə takipçisidir. Əlini kim söyüb indiyincə mənə deyir. Mən də söymüşəm onları. Yəni Əlini çox istəyənlərdən biridir. Allah canını sağ eləsin. O indi elə bir şey salmışam mən. Hamı deyir mənə reklam elə. Deyirəm, danış da, mən səni necə reklam eləyim? Deyir, yox, mən danışmayayım da, sən danışdım. Mən kartof zat satıram, burada danışım sənin üçün. Heç nə də indi gedirik. Allah hamı ruzsun versin, biz də etsin də inşallah. Ödənişli reklamlara hələ fasilə vermişik. Ödənişsiz reklamlar çəkirik. Cəmaata biraz xeyrimiz desin. İnşallah sizə də qaydacaq. Salam qardaş. Sağ ol, sən necəsən? Allahın izni ilə sizin də təkliflərinizi dəyərləndirəcəyik. Çox deyə təkliflər. İnşallah. Tofiq, bax motal pendiri. Ya Allah. Bismillah. 12 manatdır da 10 kilosu. Dadı yerində, hər şey yerində, özünə motalın içində. Tofiq, indi buradan necə çıxacaq? Buna bax, bağlayıblar. Bəliyiblər maşınlılar. Tofiq, belə var, zəhmətkeş olanlar var, valla. Mən baxıram bəzi insanlara. Özlərindən şey deyirlər, iş yoxdur, güc yoxdur. Quranın daşdan pul çıxardırlar. And ola Allah, Allah onlara ruzu bərəkət versin. Bütün gün əziyyət çəkirlər. Amma biz maşını buradan çıxarda bilməyəcəyik. Biz ilişdik burada deyəsin. Axır ki Tofiq, axır ki boşaldı. Tamam, tez otur gedək, gedək. Buna bax, Tofiq, ilişib qaldıq burada. Bura bir girəndə sevinirsən, bir də çıxanda. Yəni burada bir yorulursan, işdə də bir yorulursan da, belədir. Qardaşlar, bu gün meydana reklam eləmədim. Sırf sizin üçün düz bazarı çəkdim yəni də bazarı. Baxın, xoşunuza gəldisə, gələn dəfə neyi çəkməyimizi istəyərsinizsə, onu da deyin, onu da çəkərik. Allah hamı ruzsun versin, biraz indi qiymətləri göstərdik, neyi bacardıq, onu da elədik. Haqqımızı halal eləyin, bizim də haqqımız halaldır inşallah. Bir də nə çəkməyimizi istəyərsinizsə, onu deyin, başqa bir şeylər sizə çəkməyimizi deyin, onu da çəkək. Yəni sizin istəyinizlə nə istəyirsiniz eləyirik inşallah.